Hamının gizli bəyəndiyi həmin o seriya. Çoxdandır bu arada eləmirdik. Çoxdandır Instagram Reels kəşfiyyətimin dərinliklərinə qolumu soxmurdum. Bu səfər qolumu soxmanın vaxtı gəldi. Instagram kəşfiyyətimin dərinliklərinə. 2 dəfə qol sözü istifadə edirəm, desəm deyəcəm. Hər nəysə. Bəli, gizlin gecələr yatağı altında bu videolara baxdığını bilirəm. Bəli, bunu heç vaxt inkar edə bilmərsən. Bunu bilirəm və heç vaxt məndən gizlədə bilmərsən. Görək elə bu səfər qabağımıza necə insanlıq ayıbı şeylər çıxacaq. Getdik. Daha çoxunu sizcə bu videoya bir dənə like atmağı unutmayın. Durduq yerə fakirlər iPhone alıb. Təxmin eləmişdim. Mağaza müdirləri, administrator azadlar hə o Samsunglardan istifadə edirlər 100 manatlıq, 200 manatlıq. Amma gedirlər kasıblar ki, iPhone 17 Pro Max istifadə edirlər. Sən qızla danışanda. Ulan siqaret çəkən qızla da danışılmaz, sən öldürəm ya. Seçənlərə bir şey demirəm, seç istə seçin. Prosta mən seçmirəm deyə seçəndə istəmirəm. Bu qədər sadə. Öz seçimimdir. Qardaşım uçuş üçün reelsləri çıxardım. Yorum qismi belə var. Qardaşım həqiqətən çox ağladı. Bu reels vərəqlərindən mən də istəyirəm. Ay zibil. Ay zibil. Bir də gələcək. Ay zibil. Həmin adamın yenə rəşd olsaydı çək. Anima karakterləri bir-biriyle necə danışır? Zarafat niyə belədir bu arada? Bir-birinə baxmırlar, göz təması qurmurlar falan. Çox qəribədir, sən öldürəm. Atanın nəzarəti altında olan görüş cəmi 18 saniyə çəkdi. Məncə çox belə təkliflər öldürəm. Qardaşım sağlam qidalan. Buna qarşı. Ulan onunla qab daşıyarlar, sən Allah. Açdırmasa mən zındıram da. Eləmə bunu açıb xahiş edirəm. Ay zibil. Yo. Açıqdan ola. Adam haqqa verir. Allah başlaymayacaq istəyir. Ay zibil zindar çıxır. Ulan çat artıq. Dünya obru uzun aparır. Balal sən öldürəm ya. Adam mən zindar çıxartdı. Selfie çəkmək top 20-yə daxildir. Bəli, daxildir. Kişinin 2 yerdə şəkili olar. Şəxsiyyət vəsiqəsində, bir də baş daşında. Atılıram. Bəs top 10-a? Top 10-a da daxildir. Top 5-ə? Elə top 5-ə də daxildir. Top 3-ə? Elə top 3-ə də daxildir. Bəs top 1-ə? Top 1-ə namizədlik haqqında müzakirə oluna bilər. Xəstələnəndə həkimə getmək top 20-yə daxildir. 100% daxildir. Top 10-a? Elə top 10-a da daxildir. Yəni xəstələnibsən, dur 15 dənə jim, 30 dənə pres, bir dənə də zoğallı çay, qurt. Vəziyyət oldu, wow. Bəs top 5-ə? Top 5 yox, daxil deyil. Paltar seçim. Bu arada səbirdən söz deyim. Sözün əsl mənasında mən də nə vaxt xəstələnmişdim o günlərdə, may ayıydı falan. Desən indi xəstələnməyə doğru gedir. 2 həftə boyunca qıvrandım, ancaq bir dəfə də həkimə getmədim bizim. Minə çox vaxt xərcləmək top 20-yə daxildir. 100% daxildir. Top 10-a? Top 10-a da daxildir. Əşi top 5-ə də daxildir. Nə olub bala bu mağazin, o mağazin? Sənin baban bir dənə strateji əhəmiyyət daşıyan zonaya yarpaq bağlayırdı. Onunla da gəzirdi bütün şəhəri. Nə olub bala? Yaxşı idi. Strateji əhəmiyyət daşıyır. Wow. Hey. Bu arada səbirdən söz deyim. Aşağıdakı uşaq Doğu oxşuyur hala. Doğu tanıyan var. Fazla Zumay videoları çəkirlər. Çocuk Baba ne yapıyorsun? Koyun parasını ödemedik. Sonra ödeyeceğiz geri zekalı iç gitsin. Hay anasını sız olduk. Polisler alacak şimdi. Sonra ödeyeceğiz dedim ya tumun malı. Atası niyə beləncik susluya oxşuyur, sən öldürəm. Ağ çatan şalvarın altında gizlənət var. Bu yaxşıdır. Azərbaycan mizahı həqiqətən gəlişir. Bu nədir? Nənəmin bizim vaxtlar əbr həyalı dediyi kinolara bax. Deməli Mədinə başladı. Ben de onun. Nə deyir ola? Ananı avradın. Böyle bir zenginlik var mı ya? Böyle bir şey olabilir mi Allah'ını seversen? Bir de şu çocuğuna bak. Bir de uzaklara dalıyor. Senin ne derdin ana kaçak girdi biliyor musun? Ben de öyle düşünüyorum. Mən də elə düşünürəm qardaş. Həqiqətən səbirdən söz deyim. Yerində edilən soyuş qədər düzgün bir şey yoxdur da sən öldür. Cəfilti çay içmək. Sayın da dibində qal.
Yeter sağ ol. Sən yaxşı baxmaq çalışırdı. Qardaşım, niyə qəbul edirəm sən başıma? Gəl su içməyə çalışarsan. Çalışaram. Yaxşıydı, xoşuma gəldi. Bir qadının sizə əsəbləşdiyini necə bilmək olar? Qadının sizə əsəbləşdiyini necə bilmək olar? 1. Yüz göstəriciləri 150% qalxır. Evdə şkafların yerini dəyişirsə, divanı qaldırıb altını silirsə, bilin ki, sizə əsəbləşib. Qardaşım, bax hələ sən yapıcı bir dənə eleştiri eləyəcəksən. Yarı türkçə yazı azabızı danışmama özüm hesab oldum. Bəli. Bu videolar belə göstərməkdənsə, belə real bir şəkildə, humoristik şəkildə video çəksənin daha maraqlı olardı. Köynəyə zakas elədim. Bu nə köynəkdir ha? Ağlınıza gələn ilk adı deyin. Rəşid, hamının qərarsız qaldığı an. Qardaşım, birinci A ya da C-ni yersən, ondan sonra B-ni yersən, sonra keçsən A-ya. Yəni bunu eləməyəndə nə bilim də, yəni başa düşürsən, yəni uşaqlar lisans yersiz yazmıram. Bir kere zaten ben sana söylediğim şeylerin Pasifik Okyanusu'ndaki bir bağlantısıyla alakası olmamasıyla birlikte dumbbell kaldırırken kaslar ağrıdı. Bu arada sənə bir dənə söz deyim. Yuxusunda danışan, düz 2 nəfərlə eyni evdə qalmışam. Sənə öyle deyirəm. Ya çox qorxunc bir şeydir. Gecən yarısı dursan, görsən necə danışırlar öz-özünə. Bizim tip və zövq. Şeyə başa düşmədim. Mən nəsə bir şey gəlir, onun zövqünə aid olan bir şey gələcək deyə sandım. Elə video bundan ibarət idi. Ufaq, elə bildim Harun Məmmədovun dublajı, sən öyle. İl 2010 məktəbdə telefon zəncim fərqlidir deyə qəsdən gec açarım ki, hər kəs deyil. Allah 2010-cu ildə birinci sinifə gedirdim, ben sinifə qalsın deyə bu qədər balacayım yəni mən. Bu nədir Allah? Dünyanın ən yazıq hərəkəti. Dönə bitəndən sonra kağızın itində ət axtarın. Pis tərəfi bilirsiniz nədir? Hər dəfə eləyirəm bunu. Bu da eləməyən var həqiqətən. Hərbi xidmətdə olan dayıoğlu salam yazar. Ay zibel. Mən dayıoğlu yazmırdım, Rəşid yazırdım. Azə başa düşürdüm niyə yazır. İnşallah gözlüğün zəng gəlir. Aa ne haber ya? İyidir abi, senden ne haber? İyidir. Ne yapıyorsun? ATM'ye gideceğim abi, para çekeceğim. Ha. Ne kadar çekeceğim? Kirayı ödeyeceğim abi. Tamam. Görüşürüz abi. Zor idi, sən öldürür. Yəni ayaqüstü maksimum nə danışa bilərsən? Yəni bəlkə də çoxdan da görmədiyin bir insanı maksimum nə danışa bilərsən? Xanımlar, qarın nahiyəsi incəltmək üçün bu 3 hərəkət edin. Tavana toxunuş 20 dəfə, pəncənin ucu yerə toxunuş toplam 20 dəfə. Aha. Dirsəşə üstünə ayaq uzatmaq toplam 20 dəfə. Aha. Qarınla mübarizələri rəfiqələrinizə mütləq göndər. Göndərirəm. Rəşdə göndərirəm. Nə pişir la? Yenə pizza, pratik pizza. Bu pratik pizzanın zor oldu ya, ziblə qalsın. Bu arada zor oldu, bunu yoxlamağa. İş saat 5-də qutarır, 4:59-da mən. İş abi, iş başa düşsən. Gedirsən pulu qazanırsan, sonra çıxırsan dəqiqə-dəqiqəsində. O sırada arxadan müdirin sənə deyir ki, hara gedirsən, səninlə işimiz var. Hər yemək yeyəndən mən dostumla eyni səhvi 100 dəfə təkrar. Abi bu nə videolardır ya? Ben biraz videoları dedim ki, yaxşı videolar çıxır, Azərbaycandan yaxşı videolar var. Prosta bunları 20 dəfə görmüşəm də, yəni bu videoları. Keşfətdə trend olan həmin o iş çıxır. Bu arada sənə bir dənə söz deyim. Belə stəkanım olsaydı ki, içərisində düzəltdiyim hər şey qəşəng olardı məncə. Sən necəsiniz? Bu gördüyünüz əlavə şeylər yeyəcək. Taş, kağıt, makas. Neydi yavaş-yavaş gerçi? Və stəkan da qalır. O birisi heç qalsın Dostlar, çox tatlıdır. Bəli dostlar, videoya like atıp abone olmayı unutmayın. Sizə görünüşü və dadı ilə evdəkiləri və gələn O nə qonaqlarınızı la? təəccübləndirəcək Al elə bilim kartofda Allah haqqı. poğaça resepti deyirəm, mütləq sınayın. Əvvəl içliyini hazırlayırıq. Mən bunun üçün sevimli dadın Doktorskaya kalbasasından Sonra reklamı soxdular. Hörmətli atam və anam, niyə mən əxlaqlı, vicdanlı tərbiyə etdiniz? Axı həyatda başqa cürdür. İndi mən əziyyət. Belə baxanda sənə bir də söz deyim. Düz deyir. Yəni həyatda əxlaqsız, vicdansız, tərbiyəsiz olanlar bizdən qat-qat daha yaxşı yaşayırlar bu deyil. Salam. Görüş. Salam. Maşın hanı? Mənim maşınım yoxdur ki. Onda taksi ilə gedək. Gəlsək olmazmı? Düzündür. Onda sən pulun yoxdur. Pulum var, amma çay içəcək qədər də. Hə bax hə. Sənin maşının yox, pulun yox. Bəs sən nəyin var? Səni axıra qədər sevəcək sadiq ürəyim var mənim. Dəxt dediyim bir söz var idi, yerində edilə söyüş. İngilis dilində oxumaq sırası həmin o qıza tutanda. Universitet qrupumuzda bir dənə qızı var idi. Ay zibilə qalsın. O qədər iyrənc və qızıq bir səsi var idi ki, o yadımdan düşdü, səni öldürürəm.
Səbrə sözləyim, buna görə də ailə evində belə idman falan eləmək həqiqətən utanırdım, biri görər deyə. Yəni görsəydilər 100% yəni lağa falan qoyarlar. Jim vurmaqdır, nə bilim, dumbbell'la işləməkdir falan. Görəndə 100% lağa qoyarlar. Bəlkə də onların üzündən bu gündəci bu dəqiqə sən öldür. Hər şey lağa qoyurlar. Ay başım çıxmır. Uşaqların və ətrafındaşların inkişaf etməyini istəmirlərmi, yoxsa nədir mənim məqsədləri? Mən baristayam. Düşünürəm ki, günə 150. Seninle konuşmak isteseydi konuşurdu. Sana yazmak isteseydi yazardı. Seninle bir yerde olmak isteseydi elbette mutlaka olurdu. Her şeye bir bahane uydurup sana karşı mesafeli davranan insana ne zaman sen de mesafeli davranmayı öğreneceksin? Yok kardeş, bizden adam olmayacak. Biz akıllanmayacağız. Ama lütfen kendine kant yaptırır mısın? Bak şu kantı yaptırsan inan bana çok güzel olacaksın. Xanım, səncə videodakı tək problem onun kantıdır? Həqiqətən məzələr istəsən məndə. En yakın arkadaşınızla evlenin. Yani en doğru evlilik bu. En yakın arkadaşınızla evlenin. Yaxşı. Bu videonu ən yaxın dostunuza göndər. Nəticədə bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Daha çox Instagram Reels keşf etmə baxmamı istəyirsələr bu videoya bir dənə like atmağı unutmayın. Gələcək videolarda görüşmək üzrə. Sağ olun.